Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وَأَصْلِحْ لَنَا شَأْنَنَا كُلَّهُ وَلَا تَكِلْنَا إِلَى أَنْفُسِنَا طَرْفَةَ عَيْنٍ. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməklici ilə Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin raşidi xalifələrinin həyatlarını öyrənməyə davam edirik. Keçən dərsimizdə biz Əbu Bakır As-Siddiq radiyallahu anhunun, Allah Taala ondan razı olsun, xəlifə seçilmə hadisəsindən danışdıq. Bu dərsimizdə Əbu Bakır As-Siddiq, Allah ondan razı olsun, xəlifə seçildikdən sonra görmüş olduğu işlər haqqında tanış olacağıq. Təxminən 2 il, 3 ay ərzində Əbu Bakır As-Siddiq radiyallahu anhu, Allah ondan razı olsun, müsəlmanlara, möminlərə xəlifə olmuşdur. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin xalifəsi. Bu xilafəti dövründə çoxsaylı işlər görmüşdür. Bunların hər biri həm müsəlmanların, möminlərin güclü, qüvvəli olmaları, imanlarında, ibadətlərində daha möhkəm, daha qüvvəli olmaları, həm də İslam dininin daha çox genişlənməsi, daha çox böyüməsi səbəb olan işlərdir. Əbu Bakır As-Siddiq radiyallahu anhu xəlifə seçildikdən sonra müsəlmanlara ümumən xitab edir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin məscidində həftənin 2-ci günü, hicrətin 11-ci ili Rabi'ül Əvvəl ayının 12'si. Yəni Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm vəfat edən günün səhəri müsəlmanlara müraciət edərək onlara xitab edir. Allah Teala həmd səna edir. Sonra Muhammed sallallahu aleyhi və səlləmə salavat deyir. Sonra buyurur. Əmmə bə'd eyyuhən nəs, ey insanlar, فَإِنِّي قَدْ وُلِّيتُ عَلَيْكُمْ وَلَسْتُ بِخَيْرِكُمْ. Həqiqətən də mən sizlərə xəlifə oldum. Əmir sahibi seçildim. Lakin mən sizin xeyirliniz, üstününüz deyiləm. فَإِنْ أَحْسَنْتُ فَأَعِينُونِ. Əgər mən yaxşı olsam, sizlərə gözəl xəlifə olsam, bu işdə mənə köməklik edin. Mənə yardımcı olun. وَإِنْ أَسَأْتُ فَقُومُونِ. Yox, əgər pislik etsəm, sizə yaxşı xəlifə, başçı ola bilməsəm, mənə nəsiyyət edin. Məni düzəldin. As-sidqu əmanətun. Sadiqlik, doğruluq əmanətdir. Vəl-kəzibu xiyanətun. Yalan isə, yalan danışmaq isə xəyanətdir. وَالضَّعِيفُ فِيكُمْ قَوِيٌّ عِنْدِي حَتَّى أُرِيحَ عَلَيْهِ حَقُّهُ İnşaallah. Sizlərdən zəif olanlar mənim yanımda güclüdür. Ta ki Allahın izni ilə ona haqqını qaytarana qədər. Onun haqqını ona çatdırana qədər. وَالْقَوِيُّ فِيكُمْ ضَعِيفٌ عِنْدِي حَتَّى آخُذَ مِنْهُ الْحَقُّ İnşaallah. Sizin güclünüz isə mənim yanımda zəifdir, ta ki ondan haqqı
Allahın izni ilə götürənə qədər. La yad'u qawmun el-cihad fi sabilillahi illa darabahumullahu biz-zulli. Əgər bir cəmaət Allah yolunda cihad etməyi tərk edərsə, Allah Teala onları zəlil edər. Onları zəiflədər. Və la təşi'ul fahişatu fi qawmin qattu illa ammahumullahu bil bala'i. Əgər bir cəmaətdə, bir qövmdə, bir ölkədə fahiş işlər, pis işlər, yaramaz əməllər yayılarsa, onların hamısını Allahın bəlası bürüyər. Hamı buna görə cəzalanar. Ati'uni ma ata'tullaha və rasulahu. Nə qədər ki mən Allaha və onun elçisinə itaət edəcəm, siz də bu işdə mənə itaət edin. Mənə tabe olun. Fəizə asaytullaha və rasulahu fələ ta'ətə li aleykum. Əgər mən Allaha və onun elçisinə asi olsam, qarşı gəlsəm, o zaman sizin üzərinizdə mənə itaət edin, məni eşitmək yoxdur. Hörmətli cəmaət, Əbu Bakır As-Siddiq radiyallahu anhu bu xütbəni ən birinci Allah Taala'nın kitabına və Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə əsaslanan elmi ilə verir. Bu xütbəni Qur'an-ı Kərimdən və Rasul sallallahu aleyhi və səlləmin sünnəsindən götürərək bu elmlə verir. Sonra şəriəti daha yaxşı başa düşüb dərk etməsinə əsasən verir. Fəhminə görə. Qur'an, sünnə başa düşüb dərk etməsinə görə verir. Onun söyləmiş olduğu bütün bu haqlar həm onun üzərində olan haqlardır, rəiyyətə, xəlifə kimi olmasında haqlardır, həm də rəiyyətin onun üzərində olan haqlarıdır. Yəni, həm əmr sahibinin cəmaat üzərində olan haqları, həm də cəmaatın əmr sahibi üzərində olan haqları haqqındadır. O öz sözləri ilə, kəlmələri ilə izah edib cəmaata söyləmək istəyir ki, xəlifə, əmr sahibi müsəlmanların arasından seçilmiş bir kişidir. Onların xeyri üçün, yaxşılığı üçün çalışan, onlardan zərəri, şərri sovutmaq üçün, keçirmək üçün seçilmiş bir kişidir. Onların arasından çıxmışdır. Necə ki Allah Subhanahu və Teala Qur'an-ı Kərimdə neçə ayələrdə buyurur, insanlara başçılar, xəlifələr elə onların öz arasından seçilir. Xəlifənizəm, lakin mən sizin ən xeyirliniz deyiləm, nəsihət edir. Mən sizin başçınızam, əmir sahibinizəm, amma mən sizin ən xeyirliniz, ən üstününüz deyiləm. Bu da Əbu Bakr As-Siddiq radiyallahu anhunun təvazökarlığını göstərir. Halbuki o, Allah Resulü sallallahu aleyhi və səlləmdən sonra bu ümmətin ən üstün, ən fəzilətli şəxsidir. Lakin bu məqamda təvazökarlıq edir. Cəmaata xatırladıb nəsihət edir ki, ona bu işdə köməklik etsinlər, yardımcı olsunlar. Buyurur ki, فَاِنْ أَحْسَنْتُ فَاَعِينُونِ. Əgər mən yaxşı işlər görsəm, sizə qarşı yaxşı olsam, mənə köməklik edin, mənə yardımcı olun. Yox, əgər وَاِنْ أَسَأْتُ فَقُومُونِ. Sizə qarşı pis olsam, sizinlə pis rəftar etsəm, o zaman mənə nəsihət edib məni düzəldin. Burada həm əmr sahibinin cəmaat üzərində olan haqqı var, həm də cəmaatın əmr sahibi üzərində olan haqqı var. Əmr sahibinin cəmaat üzərində olan haqqı onlar ilə gözəl şəkildə rəftar etmək, onların xeyri üçün çalışmaq, onlardan şəri, pisi, fəsadı uzaqlaşdırmaq. Cəmaatın əmr sahibi üzərində olan haqqı isə yaxşı işlərində ona köməklik etmək, xata nəsə olarsa onun yanında olub ona nəsihət etmək, onunla
hikmətli, əxlaqlı, ədəbli olmaq. Sonra Əbu Bakr As-Siddiq radiyallahu anhu xutbəsində, moizəsində deyir ki, sadiqlik əmanətdir. Doğruluq, sadiqlik əmanətdir. Amma yalan danışmaq xəyanətdir. Yəni, həm mən sizlə, həm də siz mənlə doğru olmalısınız, doğru sözlü olmalısınız. Həm mən sizlə doğru sözlü, düz sözlü olmalıyam, həm də siz mənlə doğru sözlü, düz sözlü olmalısınız. Bu da əmanətdir, imandır. Amma yalan, istər mənim sizlə yalan olmağım, istər sizin mənlə yalan olmağınız, Allah qorusun, bu xəyanət etməkdir. Sonra Əbu Bakr As-Siddiq radiyallahu anhu sadiqliyin, doğruluğun qorunduğu müddətcə nə qədər xeyirli, faydalı olmağın nəsiyyət edir. Əgər başçı cəmaat ilə, cəmaat da başçı ilə sadiq olsa, doğru olsa, o zaman həm ölkə güclü olacaq, xilafət güclü olacaq, həm əmir sahibi güclü olacaq, xeyir, bərəkət daha çox olacaq, həm də rəiyyət güclü, qüvvəli olacaqdır. Amma Allah qorusun, əgər xəyanət olsa, yalan olsa, o zaman zəiflik olacaqdır həm ölkədə və həm də rəiyyətdə. Sonra müsəlmanların üzərində vacib olan bir əməl haqqında danışır. O da Allah yolunda cihad etmək. İslamın zirvəsi. Allah yolunda Allahın dininin yayılması üçün, Allahın adının, kəlməsinin uca tutulması üçün, ha belə İslam ölkəsinin, dövlətin qorunub güclü qalması üçün Allah yolunda cihad etmək. Əgər bir cəmaat Allah yolunda cihad etməyi tərk edərsə, onları zəlillik və zəiflik bürüyər. Beləcə parçalanma və süqut olar. Sonra nəsiyyət edir ki, əgər bir qövmdə fahiş əməllər, çirkin, murdar işlər yayılarsa, hansı olursa olsun, Allah Teala o qövmün hamısına bəla göndərəcək. Yəni təkcə o işi görənlər yox, bütün cəmaat buna görə məsuliyyət, rəiyyət daşıyacaqdır. Parçalanmalar, dağılmalar və s. olacaqdır. Əgər mən sizə Allahın kitabına və Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun rəhbər olsam, başçı olsam, mənə itaət edib, mənə tabi olun. Ati'uni mə əta'tullaha və rasuləhu. Əgər mən Allaha və elçisinə itaət etsəm, mənə itaət edin, mənə tabi olun. Yox, əgər Allaha və elçisinə asi olsam, mənə bu işdə itaət etməyin. Həqiqətən də bu da Allah Rasulü sallallahu aleyhi və səlləmin elə sünnəsindən götürülən kəlmədir. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, La ta'ətə li məxluqin fi məsiyyətil xaliqi. Xaliqa, Allaha asi olacaq işlərdə məxluqa itaət yoxdur. Məxluqa itaət yoxdur. Allah Teala Ən-Nisa surəsində buyurur, Ya eyyuhəl-ləzīnə əmənu ati'ullaha və ati'ur rasulə və ulul əmri minkum. Ey iman gətirənlər, Allaha itaət edin, onun elçisinə itaət edin və içərinizdən seçilmiş əmir sahiblərinə Allahın kitabı və Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun qaydada eşidib itaət edin. Bu, Əbu Bakr As-Siddiq radiyallahu anhunun xəlifə seçildikdən sonra cəmaatı etmiş olduğu xütbə və nəsiyyət. Növbəti öyrənəcəyimiz Əbu Bakr As-Siddiq radiyallahu anhunun dövründə görülən işlər. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləmin vəfatından sonra artıq o yuyulmuş, kəfənlənmiş müsəlmanlar dəstə-dəstə onun yanına daxil olurdular. Gəlirdilər, cənazə namazını qılırdılar və hissə-hissə Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləmin yanına daxil olurdular. Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm həftənin 3-cü günü
Əbu Bakr As-Siddiq radiyallahu anhu xəlifə seçildikdən sonraki gün dəfin olunur. Dəfin olunur. Bu məqamda müsəlmanlar arasında ixtilaf düşür. Rasul sallallahu aleyhi və səlləm harda dəfn olunacaq? Bəzi cəmaat deyir ki, Məkkəyə qaytarmaq, orada qohum əqrabasının yanında dəfn olunmaq. Bəzi cəmaat deyir ki, Uhud şəhidləri ilə bərabər dəfn olunmaq. Bəzi cəmaat deyir ki, Bəqi qəbirstanlığında dəfn olunmaq. Bu zaman soruşurlar cəmaat, ya sahibə Rasulillah, ey Allah Rasulü sallallahu aleyhi və səlləmin səhabəsi, əyyudfənu Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rasulü sallallahu aleyhi və səlləm dəfn olunacaqmı? Qalə nəam, deyir, bəli. Qalu, eynə, soruşurlar, harada? Qalə fil məkənilləzi qabadallahu fihi ruhahu. Allah Teala onun canını aldığı yerdə dəfn olunacaq. Fə innəllaha ləm yəqbida ruhahu illə fi məkənin tayyibin. Həqiqətən də Allah Teala onun canını gözəl bir yerdə aldı. Dəyərli cəmaat, Allah Rasulü sallallahu aleyhi və səlləm evində, Ayşə anamızın hücrəsində vəfat etmişdi. Elə orada da bastırırlar. Çünki peyğəmbərlər harada vəfat edirlərsə, orada da dəfn olunurlar. Və beləcə Peyğəmbər sallallahu aleyhi və səlləm Rabiul Əvvəl ayının 11-i, həftənin 3-cü günü, hicrətin 11-ci ilində vəfat etdiyi Ayşə anamızın hücrətində dəfn olunur. Əbu Bakr As-Siddiq radiyallahu anhunun xəlifə seçildikdən sonra məhz gördüyü ilk iş bu olur. Allah Rasulü sallallahu aleyhi və səlləmin dəfni ilə məşğul olmaq. Onun xilafəti 2 il 3 ay çəkir. 2 il 3 ay müsəlmanlara xəlifə olur. Bu müddət ərzində çoxlu işlər görür. Həm İslamın, imanın, ibadətin müsəlmanların qəlblərində, onların nəfslərində möhkəmlənməsi üçün, həm İslam dövlətinin daha böyük, daha güclü olması üçün, həm də elmin, Qur'anın, sünnənin qorunub saxlanması üçün. Onun əməlləri arasında, görmüş olduğu işlər arasında bu 4-ü məşhurdur. Bu 4-ündən ikisi dərhal xəlifə seçilən kimi həyata keçir, icra olunur. İkisi isə xilafəti dövründə, zamanında icra olub yerinə yetirilir. Onun görmüş olduğu xəlifə seçildikdən sonra dərhal ilk iş, ən birinci Usəmə ibn Zeydin ordusunu, Allah ondan razı olsun, Şam'a göndərmək. İkinci isə Ərəbistan yarımadasında baş vermiş mürtəd hərəkatlarına mane olub qarşısını almaq. Məhz xəlifə seçildiyi gün bu iki işi dərhal yerinə yetirir. Dərhal yubadmadan. Usəmə ibn Zeydin Allah Resulü sallallahu aleyhi və səlləmin hazırlamış olduğu ordunu Şam'a göndərmək. İkinci isə Ərəbistan yarımadasında, istər Mədinənin daxilində, istər Mədinənin xaricindəki qəbilələrdə mürtəd hərəkatlarının qarşısını almaq. Bunları inşallah ətraflı şəkildə Allahın köməyi ilə öyrənəcəyik. Sonra isə xilafət zamanında bu iki işi görür. Birinci, Qur'an-ı Kərimin cəm olub bir yerə toplanması, inşallah bunları öyrənəcəyik. İkinci isə Allah yolunda cihad etmək. İslam xilafətinin xaricindəki torpaqlara, ən başda Rumlulara və Farslara İslam dinini çatdırmaq. Onların İslama gəlməsi üçün səy göstərib Allah yolunda çalışmaq. Məhz bu 4 əməl onun xilafəti dövründə ən məşhur görülmüş işlərdir. Demək, ilk gördüyü iş Peyğəmbər sallallahu aleyhi və səlləmi dəfn etmək. Onun
yuyulması, kəfənlənməsi, namazının qılınıb dəfn olunması. Bu ilk görmüş olduğu işdir. Və 4 məşhur əməli var. Bunlardan ikisini dərhal edir. Birinci, Usame İbni Zeydin Allah Resulü sallallahu aleyhi ve sellem tərəfindən Şam'a göndərilən ordusunu göndərmək. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemin vəfatı zamanı onlar Mədinədən az qalmışdı çıxmağa. Eşidirlər ki, Allah Resulü sallallahu aleyhi ve sellemin xəstəliyi şiddətlənib, Curf deyilən ərazidə qalırlar. Curf deyilən ərazidə qalırlar və getmirlər Şam'a cihad etməyə. İnşallah gələn dərsimizdə bunu ətraflı öyrənəcəyik. Abu Bakr As-Siddiq radiyallahu anhu xəlifə seçilən kimi Usame İbni Zeydə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sizə hansı istiqamətə getməyi demişdisə, o istiqamətə gedin. Və ikinci, Ərəbistan yarımadasında baş vermiş mürtəd hərəkatların, qiyamların, üsyanların qarşısını almaq. Bu görmüş olduğu ilk iki iş. Növbəti işləri isə öz xilafəti dövründə edir. Yəni birinci, Quran-ı Kərimin cəm olub bir yerə toplanması. İkinci isə Ərəbistan yarımadasının xaricindəki dövlətlərə, Farsa, Roma, Bizansa İslam dinini çatdırıb, onlara təbliğ edib, onlar ilə Allah yoluna cihad etməsi. Bu qədər Allah Teala hər birimizi eşidib, başa düşüb, faydalanan, ən gözəlinə tabi olan qullarından etsin. Allah Teala'nın müvəffəqiyyəti ilə gələn dərslərimizdə biz Usame İbni Zeydin ordusunun Şam'a tərəf getməsi, oradakı məşhur səhabələr ilə Allah yolunda gedib Rumlularla cihad etməsi və bu səfərdən, bu xeyir işdən, bu Allah yolunda cihaddan yaxşı faydaları, dərsləri öyrənib xatirimizdə, qəlbimizdə saxlamağımız. Ən gözəlin, ən doğrusunu Allah bilir. Subhaneke Allahümme ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve etubu ileyk.